Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə Şəki mətbəxinə aid olan qədim bir yeməyi paylaşmaq istəyirəm. İlk öncə mən toyuq əti götürmüşəm. Toyuq əti kənd çolpasıdır. Siz istəsəniz bunu broilerlərdə edə bilərsiniz. Əvvəlcə qaynadıram. Qaynatdıqdan sonra aş üzərinə yığıram. Qıraqda isə soğanı qovururam. Duzunu əlavə etdim və qovururam. Soğan qızılı rəng alanda qabdan yığıram. Eğer videomu bura kadar izlemişsinizsə, videoya like atıp kanala abone olmağı unutmayın. Daha sonra ise həmin yağda toyuğu qızardıram. Bir tərəfin gür ateşdə qızardıram. Daha sonra digər tərəfinə çevirəndə isə artıq xodun alıram və üzərinə təmizlədiyim şabalıtları əlavə edirəm. Şabaldın üzərindən isə qovrulmuş soğanı, duz, üstüyot, sarı kök, pul biber əlavə edirəm. Daha sonra isə qaynatdığım toyuğun suyundan biraz da əlavə edirəm. Bir 10 dəqiqə qaynatdıqdan sonra üzərinə zoğal əlavə edirəm və təxminən 10 dəqiqədə belə qaynayır, yeməyimiz hazır olur.